Salam dəyərli şagirdlər. Bugün sizlərə Turan Tədris Mərkəzinin 28 dekabr 2025-ci il tarixində keçirdiyi mövzu sınaq imtahanının 5-ci sinif suallarının izahı ilə tanış edəcəm. 41-ci sualdan başlayırıq dəyərli şagirdlər. 41-ci sualda Tom is from İngiltərənin bayrağını görürük. Deməli, England olan iki variant var orada. İki variantımız var. Deməli, digər variantlar doğru variant ola bilməz. Deməli, Tom is from England. Tom İngiltərədəndir. He is English. O ingilisdir. İngiltərədəki əhali də ingilislərdir. Doğru cavab A variantı. 42-ci sualda saatla bağlı sualdır. What time is it? Saat neçədir? 9:50-ni göstərir. A variantına baxırıq. It is 10 minutes to 6. Saat 6-ya 10 dəqiqə qalıb. Təbii ki, səhv cavabdır. B variantında it is 9:50. Saat deməli 9:50-dir. Elə doğru variantımız bizim B variantıdır. 43-cü sualda choose the antonym to the word. Sözün antonimini tap. Bilirik ki, happy xoşbəxtdir. A variantında large, böyük, geniş, great, böyük, old, qoca, yaşlı, sad, qəmli. Happy xoşbəxt, sad, qəmli. Doğru cavab D variantıdır. 44-cü sualda Tobinin formaları ilə bağlı testdir. Siz bunu artıq 5-ci sinif dərsliyində keçmisiniz. Deməli, Aynur və Ənd Sevil, my favorite teachers. Aynur və Sevil mənim sevimli müəllimlərimdir. Deyəndə Aynur, Sevil mübtədamız cəmdə olduğuna görə biz burada C variantını seçməliyik. Doğru cavab C variantı. 45-ci sual əvəzliklə bağlı sualdır. She is a doctor. Demək, yiyəlik əvəzlikləri ilə bağlı sualdır. Bu da 5-ci sinif mövzusudur. She is a doctor. O həkimdir. Deməli, bizə yenə qadın cinsi lazımdır. Biz bilirik ki, qadın cinsi yiyəlik əvəzliyi her-dür. Doğru cavabımız B variantıdır. 46-cı sualımız cümlə qurmaqla bağlı bir sualdır. We are in the same class. Deməli, doğru B-yə baxırıq, görək rəqəmlərə. 4, 5, 6, 3, 2, 1. Doğru cavabımız E variantıdır. 47-ci sualda isimin yiyəlik halı ilə bağlı sualdır. Dəyərli şagirdlər, deməli, this is Tom's book. His book isn't interesting. Bu kitab Tomun kitabıdır. O maraqlı deyil. Onun kitabı maraqlı deyil. Deməli, Tom apostrof S olmalıdır. Doğru cavab A variantıdır. 48-ci sualda isə baxırıq. English is all people speak English in the world. Dünyada bütün insanlar həmin dildə danışırsa, deməli həmin dil qlobal dildir. Doğru cavab burada C variantı olacaq. 49-cu sualımızda is your teacher from the United Kingdom? Suala doğru cavab, qısa cavab verəcək. Tobinin formaları ilə bağlıdır yenə də. Deməli, sənin müəllimin Böyük Britaniyadandır. A variantına baxırıq. Yes, he isn't. Yes-dən not bir yerdə işlənməz. A variantı yanlış cavabdır. B variantında yes, they are. Bizim mübtədamız they deyil. Deməli, B variantı yanlış cavabdır. Yes, she is. Bəli, doğru cavabdır. Doğru cavab C variantı olacaq 49-cu sualımızda. Deməli, 50-ci sualımız, deməli, burada she is from England. O İngiltərədəndir cavabına doğru sual sözü seçməliyik. Deməli, bizə lazımdır C-nin haradan olmağı. A variantında who kimdir? B-də what nə deməkdir? C variantında where hara deməkdir. Where is Jane from? Jane haradandır? She is from England. Deməli, doğru cavab C variantıdır 50-ci sualda. 51-ci sualda isə deməli, yalnız yataq otağına məxsus olan əşyanı seçməliyik. Cədvəldən də göründüyü kimi, yalnız yataq otağına məxsus olan əşyamız çarpayı olacaq, bed. Digər əşyalar digər otaqlarda olur. Çarpayı isə digər otaqlarda ola bilməz. 52-ci suala baxırıq. 52-ci sualda deyir ki, choose a line of foods. Yeməklə, ərzaqla bağlı sıranı seçməliyik.
A variantında taksi var, jeans var, ümumiyyətlə restoran var. Bu yəni ərzaqla, qida ilə bağlı deyil. B variantında chocolate, hamburger, pizza. Deməli, doğru cavabımız B variantı. 53-cü sual yenə to be'nin formaları ilə, indiki zaman formaları ilə bağlı sualdır. The girls, deməli, mübtədamız cəmdədir. Mübtəda cəmdə olanda bizə lazımdır to be'nin indiki zaman formalarından olan are. Doğru cavabımız C variantıdır. 54-cü sualımız isə choose the correct variant. Doğru variantı seç. There is a bed in my çarpayı harda olar? Yataq otağında. Doğru cavab B variantıdır. 55-ci sualda choose the correct sentence. Doğru cümləni seçməliyik. To be'nin indiki zaman formaları ilə bağlı bir testdir. Deməli, birinci cümlədə he are olmaz, he is olar. Birinci cümləmiz yanlış variantdır. Yanlış cümlədir. Bunu silirik. İkinci cümləmiz I am from Turkey. Bəli, doğru cavabdır. İkinci cümləmiz two friends are English. İki dost mübtəda cəmdədir. Are doğrudur. Dördüncü cümlədə isə they is olmaz, they are olardı. Bu da yanlışdır. Deməli, bizim doğru cavabımız B variantı 2 və 3-dür. Deməli, 56-cı sualdan 60-cı suala qədər mətnlə bağlı sualdır, dəyərli şagirdlər. Qısa bir mətnimiz var, mən oxuyub tərcümə edəcəm. Kate is my favorite friend. Kate mənim sevimli dostumdur. She is from England. O İngiltərədəndir. She is 11. Onun 11 yaşı var. She is very funny and makes people laugh. O çox əyləncəlidir və insanları güldürür. My friend has a big smile and friendly personality. Deməli, mənim dostumun böyük təbəssümü və mehriban xarakteri var. She loves watching interesting movies. O sevimli filmlərə baxmağı xoşlayır. She writes me funny letters. O mənə əyləncəli məktublar yazır. 56-cı sualda the passage is mainly about mətn nə haqqındadır sualıdır. Deməli, my family mənim ailəm, my best friend mənim ən yaxşı dostum. Deməli, ən yaxşı dostu haqqında məlumat verirdi bizə. Doğru cavab B variantı olacaq. 57-ci sualda Kate is from, baxaq hardandır Kate? Baxın bura, she is from England. Deməli, C variantı doğru olacaq. İngiltərədəndir. Choose the correct variant according to the passage. Mətnə əsasən doğru cavabı seçin. 58-ci sualda what does Kate love doing? Nə etməyi sevirdi Kate? Gəl baxaq görək nə etməyi sevirdi. She loves watching interesting movies. Watching interesting movies. Doğru cavabımız C variantıdır. 59-cu sualda what does Kate write? Kate nə yazırdı? Nə yazırdı Kate? Funny letters yazırdı. Baxın, budur, burada. Doğru cavabımız C variantı. 60-cı sualda isə deyir, choose a correct sentence. Doğru cümləni seçəsik burada biz. A variantında she is 20 years old. Onun 20 mi yaşı vardı? Xeyr, onun baxın 11 yaşı vardı. B variantında my favorite friend is from Azerbaijan. Azərbaycandan deyildi, onun sevimli dostu İngiltərədən idi. She writes me funny letters. O mənə deməli əyləncəli məktublar yazır. Doğru cavab C variantıdır. Belə dəyərli şagirdlər, hər birinizə uğurlar arzulayıram.